İkinci tip məsələ qarışıqlar olan məsələlərdir. Burada 2 də oxşar məsələlər var. Deməli, birincidə deyir ki, tərkibində sink və maqnezium olan 20 qram qarışığımız var. Deyir, bu qələvi məhlula təsir etdi. Qələvi məhlul tutan, məsələn, natrium OH, kalium OH bu deməkdir. Siz də bilirsiniz ki, metallardan, yalnız bu ikisi də metallardan yalnız amfoter metallar qələvlərlə reaksiyaya girib qələvlərlə reaksiyaya girir və hidrogeni çıxardır. Baxırıq ki, burada hansıdır amfoter? Sink. Sink deməli natrium OH ilə reaksiyaya girəcək. Natrium 2, sink O2 üstə gəl 1 mol hidrogeni sıxışdırıb çıxardacaq. Deməli, bu 2 dənə qarışıqda olan 2 metaldan biri yalnız reaksiyaya girdi. O da hansıdır? Sinkdir. İndi sizə deyir ki, 5,6 litr hidrogen çıxıb. Buradan da düşünmədən qarışığın içindəkini tapırıq. Həmişə o bizə lazım olacaq. X-i buradan tapırıq. X-imiz bərabərdir 22,4. 5,6 vurulsun 65-ə. Bu ilə bir hissə gedəndə 5, cavab elədi 13. Deməli, bizim sinkimiz neçə qram imiş? 13 qram imiş. Ümumi 20 qram idi opşi. Deməli, maqneziumumuz neçə qram imiş? 7 qram. İndi bizdən soruşur, ərintidə maqnezium kütləsi elə 7-yə bərabər olacaq. Burada elə bir ki, məsələdə veribsə ki, demək 2 dənə verilən var qarışıqlardan, biri reaksiyaya girir, biri girmir. Amma ikinci tip məsələdə 2 dənə verəcək sizə. Veriləni 2 dənə verir. Amma deyir ki, burada əlavə şərt var. İndi baxacaq buna. Deyir, sink və sink O-muz var. Deyir, 52 qramdır. Xlorid turşu ilə deyir, reaksiyaya daxil olur. Baxırıq ki, burada bayaqkində məsələn biri girirdi, biri girmirdi reaksiyaya. Amma burada hər ikisi də reaksiyaya girəcək. Sink O da girəcək, amfoter oksiddir. Sink də pasiv metal olmadığına görə turşularla reaksiyaya girə biləcək xlorid turşusuna. Reaksiyalarımızı yazdıq. Amma indi burada mütləqdir ki, əgər sizdə qarışıqda hər ikisi reaksiyaya gedirsə, müəyyən bir şərt verməlidirsə. Burada şərtdə verir ki, xlorid turşu reaksiyasına ayrılan qaz. Baxırıq ki, bu reaksiyalardan hansı birində qaz ayrılır? Əlbəttə ki, birinci reaksiyada qaz ayrılır. İkinci reaksiyada qaz ayrılmır. Deməli, bizə ikinci reaksiya lazımdır. Hesablamaq üçün birinci reaksiyadan istifadə edəcəyik. Bizə deyir ki, alınan qaz oksigində yanır, yəni yanır və 3,6 qram nə çıxır? Su çıxır. Yazırıq 3,6, 2 vur 18. Ürevi nə ilə istəyir? Tapa bilərsiniz. Nəyi tapacaq? Açar elementi. Açar elementimiz nədir? Deyir ki, bu qarışıq xlorid turşusu ilə ayrılan qazın yanmasından. Deməli, ayrılan qazımız nədir? Hidrogen. Deməli, açar elementimiz hidrogendir. Mol, litr, qram nə ilə istəyirsə tapa bilərsiniz. Mən mol rahatdır, o ilə tapıram. X bərabərdir. 2 vur 18 ilə 36-ya bərabər olur. Bu ilə bir sıra gedir 0,1. X-imiz də elədir 0,2. Deməli, bizim neçə mol hidrogenimiz var imiş? 0,2 mol. Açar element olduğuna görə nəyi veribsə, onun üstündə yazır. 0,2, 1 və həmişə qarışığın içindəkini tapırsınız. 65. X də bərabər oldu. Burada da 13-ə. Deməli, bizim sinkimiz nə qədər imiş? 13 imiş. Bizə deyir ki, qarışıqda sinkin kütlə payını tapın. Kütlə payını necə tapırıq? Veriləni, soruşulanı. Bölürsünüz ümumiyə, vurursunuz 100-ə. Bu yəqin ki 4, bu da eləcə 25%. Bitdi.